son dövrlər Azərbaycan dili ilə bağlı məsələlər çox aktuallaşıb. Bu da hansısa zərurətdən yaranır. Heç bir təzahür zərurətsiz yaranmır. Zərurət olan yerdə hər hansı bir addımlar atılır. Gözəl səs üçün nəfəs almağı biz bacarmalıyıq. Təəssüflər olsun ki, aparıcılarımızın 99%-i nəfəs almağı bacarmır. Ona görə də fikir vermisiniz, xəbərlər oxuyanda, efirdə cümlə deyəndə vurğunu da düzgün qoymurlar. Oxucuya başlığı sərlövhəni elə şəkildə təqdim eləməliyik ki, oxucu onu oxumağa özündə ehtiyac hiss eləsin.